Salam, mən biologiya müəllimi Məhsəti. Deməli, sizlərə bu gün DNT haqqında qısa vacib qeydlər verəcəm və bunlar sayəsində məsələlər artıq bizim qorxulu yuxumuz olmayacaq. Başlayaq. Deməli, DNT nədir? DNT və RNT orqanizmin nuklein turşularıdır. Hər bir orqanizmin özünə məxsus DNT-si var. DNT irsi məlumatın qorunub saxlanmasında və nəsillərə ötürülməsində ilkin zülal haqqında olan məlumatı saxlayır və bu məlumatı nəsil bə nəsil ötürürlər. DNT-lər ilk dəfə Mişer tərəfindən ölmüş leykositlərin nüvəsində tapılıb. Təbii ki, daha sonra DNT-lərə içi membranlar orqanoidlərin tərkibində, sitoplazmada da rast gəlinmişdir. Deməli, DNT və RNT nuklein turşularının monomeri nədir? Nukleotidlərdir. Hər bir nukleotid nədən təşkil olunub? Fosfat qrupundan, pentozadan və azotlu əsasdan. Fosfat qrupu demək olar universaldır, yəni həm RNT-də və DNT-də eyni quruluşa malikdir. Pentoza isə fərqlidir. DNT-nin pentozası dezoksiriboza, RNT-nin pentozası isə ribozadır. Yəni 5 karbon atomlu birləşmələrdir. Və azotlu əsas. Azotlu əsas 5 növ azotlu əsas var. DNT və RNT-də toplamda 5 növ azotlu əsas var. Adenin, timin, guanin, sitozin və urasil 5 növ azotlu əsas. Deməli, azotlu əsas, fosfat qrupu, pentozalar. Bu, hər bir nukleotidin özü daxildə iki rabitə ilə birləşir. Fosfat qrupu pentozanın birləşdiyi rabitəyə fosfodiyevir rabitə və ya kovalent rabitə deyilir. Pentoza ilə azotlu əsasın əmələ gətirdiyi rabitə isə glikozit rabitə adlanır. Ümumiyyətlə, azotlu əsasın özü iki rabitə ilə birləşmiş olur. Deməli, iki rabitə hardadır? Bir, pentoza ilə əmələ gətirdiyi rabitə glikozit rabitəsi, bir də növbəti qarşıdakı zəncirdə birləşdirdiyi 2 və ya 3 hidrogen əmələ gətirdiyi hidrogen rabitəsidir. Yəni, azotlu əsasın əmələ gətirdiyi 2 rabitə, glikozit rabitəsi və hidrogen rabitəsi mövcuddur. İndi, deməli, nukleotidlər. Deməli, bilirik ki, 8 növ toplamda nukleotid var. Hər bir nukleotid bir-birindən nəyinə görə fərqlənir? Deməli, karbohidratına və azotlu əsasına görə fərqlənirlər. Ümumiyyətlə, DNT-də desələr bir-birinə nəyinə görə fərqlənir? Azotlu əsas hissəsinə görə fərqlənəcək. Timin nukleotidi nədən ibarətdir? Timin azotlu əsasından. Adenin nukleotidi nədən ibarətdir? Adenin azotlu əsasından. Beləliklə, 4 növ DNT-nin, 4 növ RNT-nin toplamda 8 növ nukleotidimiz mövcuddur. Nukleotidləri pirimidin və purin əsasları olaraq ayırırıq. Azotlu əsaslarımızı purin əsasları və pirimidin əsasları olaraq iki yerə bölmüşük. Purin əsasları. Purin deyəndə adenin və guanin ölçücə qəfəslərinə pirimidin əsaslarının qəfəsləri ilə müqayisə eləyəndə fikir verirsiniz, 2 qəfəsdən təşkil olunmuşdur. Bu demək ki, adenin və guanin ölçüsü bir-birinə bərabərdir. Ölçücə bir-birinə bərabərdir. İkisi də 2 kristal qəfəsdən təşkil olunmuşdur. Adenin azotlu əsasının ümumiyyətlə qəfəsinə fikir veririk, oksigen atomu olmur. Adenin oksigensizdir. Guanin azotlu əsasının isə bir dənə oksigen atomu var. Keçdik sitozin, timin, urasil. Deməli, timinlə urasilə fikir veririk. Hər birinin 2 dənə timin urasilinin bilirik ki, komplementar RNT-də timin əvəzinə urasil qeyd edilir. Ona görə quruluşları demək olar eynidir, amma bir fərqli cəhəti var. Hər ikisində oksigenin var. Sitozində isə bir dənə oksigen var. Deməli, bir oksigeni olan azotlu əsasımız guaninlə sitozindir. 2 oksigeni olan timinlə urasildir. Oksigeni olmayan adenindir. Ölçüsünə görə adenin guanin ölçüsünə bərabərdir və digər 3 azotlu əsasının ölçüsünə görə böyükdür. İndi bayaq dedik, timin və urasil oxşardır və RNT-də demək olar timin əvəzinə urasil yazırıq. Bəs burada fərq nədən ibarətdir? Timin DNT-yə aiddir. Urasil isə RNT nuklein turşusundadır. Fikir veririksə, timində metil qrupu var. Ümumiyyətlə, DNT-nin RNT-dən fərqləndirən cəhətindən biri hidrolizə uğraması RNT kimin deyil, yəni çətin hidrolizə məruz qalır. Və öz quruluşunu sabit saxlamağının səbəbi də özündən su molekullarını itələməsidir. Bu necə baş verir? Timinin qəfəsinə fikir veririksə, bir dənə metil qrupu var. Metil qrupu onlarda hidrofobik bir xüsusiyyət yaradır. Ona görə də davamlılığı timinin davamlılığı, urasilin davamlılığından yüksəkdir.
Urasil LNT ona görə DNT-yə nəzərən daha tez hidrolizə məruz qalır. Bu nuklein turşularımız bu yaxınlıqda deməli burada bir məsələ verilmişdi blok imtahanında. Elə burada nuklein turşuları arasında olan rabitələrə diqqət çəkərək qeyd edirəm. Deməli deyir DNT-nin molekulunda biri 2 zəncirli idi. Azotlu əsasların əmələ gətirdiyi rabitələrin sayı 4400-dür. Dedik azotlu əsasların arasında hansı rabitə var idi? Glikozid rabitə, bir də qarşı tərəfdə duran hidrogen rabitəsi. Onda nə edirik? Hidrogen rabitəsi üstə gəlir glikozid bərabərdir nəyə? Ümumi saya 4400-ə. Deməli hidrogen rabitəsini burada qeyd edibdi 2400. 4400-dən 2400-ün çıxanda bərabərdir 2000-ə. Glikozid rabitəsi nukleotidlərin sayına bərabərdir. Ona görə glikozidi tapanda elə biz nukleotidin sayını da tapmış oluruq. Deməli DNT molekulunda nukleotidin sayı neçədir? 2000-ə bərabərdir. Məsələnin davamında deyir, pentozaların əmələ gətirdiyi rabitə sayını tapın. İndi burada çəkdiyimə fikir verək. Hər bir karbohidrat neçə rabitə əmələ gətirir? Bir azotlu əsasla birləşir. Bir növbəti nukleotidin karbohidratına fosfatına birləşir. Bir də öz fosfatına birləşmiş olur. Deməli, hər biri toplananda 1, 2, 3. 3 dənə rabitə birləşir. Deməli, hər bir pentoza 3 dənə rabitə yaradır. Axırıncı karbohidrata baxın. Axırıncı zəncirdə molekulda olan karbohidrata baxın. 1, 2, 1, 2. Cəmi 2 dənə birləşmə əmələ gətirir. Onda biz ümumi pentoz olan sayını əmələ gətirir, rabitə sayını tapanda nə edərəm? 3-ü vuraram. 3-ü vuraram. 3-ü vuraram. Enə nukleotid sayına çıxaram. Axırıncı 2 dənə nukleotidim 2 dənə əmələ gətirmişdi. İkisini ümumi rabitənin sayını taparam. 6000-dən çıxaram ikisini. Bu da belə, o da eləyir 5998. Deməli, bu növbəti sualımız idi. Davam edirik tez. Deməli, purin və pirimidin əsaslarını qeyd etdim. Xüsusilə qəfəslərə fikir veririk. Adenin, guanin ölçüsü və qəfəsdə oksigensiz olan adenindir. Purin, yadımızda puah, böyükdülər. Adenin və guanin, belə yadımızda saxlayırıq açar söz kimin. Pirimidinlər isə sitozin timin urasili idi. Deməli, 2 oksigen olan sitozin urasildir. 2 oksigen olan timin urasildir. 1 oksigen olan sitozin və guanin idi. DNT-də bu zəncirin komplementarlıq prinsipi Çarkov qaydası deyirlər. Yəni, adenin timinə nisbəti 1-dir, guanin sitozinə nisbəti 1-dir və s. Keçdik növbəti nukleotidlərimizdə DNT-nin molekullarında zəncir əmələ gələndə, DNT molekulu yarananda rabitələrin necə olur? Bir də belə bir şey deyim, maraqlı bir şey. DNT-ni müşahidə eləyiblər ki, DNT insanın sağ əl istiqamətində hərəkət edir. Fikir versə qırmızı ox çəkmişəm, bu istiqamətdə. Sol ələ uyğun deyir, sağ ələ uyğundur DNT-nin zəncirinin dönməsi. Deməli, DNT molekulunda nukleotidlər bir-birinə hidrogen rabitəsi ilə birləşir. Bir-birinə hidrogen rabitəsi ilə birləşir. Baxaq, adeninlə timin arasında olan hidrogen rabitələrinin sayı 2-dir. Guaninlə sitozin arasında olanları sayırıq, 3 dənə rabitə əmələ gətirir. Bərabərdir bunlar hidrogen rabitələrin sayına. Belə bir düsturumuz var idi. Nukleotidin üzərinə guanin və ya sitozinin sayını gələndə bərabərdir hidrogen rabitələrinin sayına. Burada da eyni ilə biz bunların hər birini hesablaya bilərik. Misal üçün deyir ki, nukleotidlərin sayı necə nukleotid var? 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə nukleotidimiz var. Deyir üstünə guanin və ya sitozin sayını gəlir, hidrogen rabitəsinin sayını alırıq. Baxaq, guaninin neçə sayı var? 2. Üstünə 2-sini gəlir neçə edir? 10. 10 dənə hidrogen rabitəsi edir. İndi hidrogen rabitələrini sayaq görək, düzdürmü? 1, 2, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bəli, deməli düzgün imiş. Belə, hidrogen rabitələrin sayı tapıldı. İndi gəlirik burada
bir məqam var ki, zəncirdə də görsəndiyi kimi burada qeyd etdim. Deməli, ay, çayaqdım. Tamam. Deməli, zəncirdə fikir verin. Birinci halqada adenin, timin, guanin, sitozin zəncirin ortasında və başında, sonunda gələndə və bunların əmələ gətirdiyi rabitələrin miqdarı dəyişir. İndi gəlin baxaq necə dəyişilir. Adeninlə timin zəncirin başındadır. Baxın, zəncirin başındadır və zəncirin ortasındadır. Adenin timindən 2, 1, 2, bir də özündən aşağıdakı nukleotidlə birləşir. Toplamda onda adeninlə timin minimum zəncirin başında olanda minimum əmələ gətirdiyi rabitə 3-dür. Adenin timin arasında əmələ gələn minimum rabitə miqdarı 3-dür. Bəs adenin timin bu minimumuydu. Minimum qeyd eləyək. Bəs ortada gələndə necə olur? Baxın, bir hidrogen buradadır, bir hidrogen buradadır. Bir dəqiqə. Bir hidrogen burada, bir hidrogen burada. Bir özündən yuxarıdır, bir də özündən aşağı əmələ gəlir. Toplamda neçə elədir? 4. Deməli, maksimum ortada olanda 4 rabitə əmələ gətirir. Maksimum. Keçək guanin sitozinə. Guanin sitozin zəncirin başında və ya axırında gələndə nə edir? 1, 2, 3, bir də özlərindən yuxarıda əmələ gətirdiyi rabitə 4. Deməli, guaninlə sitozin toplamda minimum əmələ gətirir 4 rabitə. Bəs ortada olanda, bu da ortadakı halı. 1, 2, 3. Bir özündən yuxarı, bir özündən aşağı. Toplamda neçə elədi? 5 rabitə. Deməli, guaninlə sitozin əmələ gətirdiyi maksimum rabitə miqdarı da 5-dir. Bunu unutmuruq. Adeninlə timin minimum 3 rabitə əmələ gətirə bilər. Maksimum 4 rabitə əmələ gətirə bilər. Guanin sitozin 4-dür, maksimum isə 5 rabitə əmələ gətirir. Birinci və sonuncu ona görə əmələ gətirdiyi rabitələr bir-birindən fərqlənir. Belə. Növbəti. Deməli, bu zəncir çəkdiyim şəkil ümid edirəm aydın olar. Əvvəlində və sonunda karbohidratların əmələ gətirdiyi rabitələrdə fikir veririk. Bəs məsələdə desə ki, nukleotidlər arası əmələ gələn rabitə necədir? Baxaq. Deməli, bu bir nukleotiddir. Növbəti nukleotiddən əmələ gətirdiyi rabitə. Birinci, zəncirin başındakına fikir verirəm. Nukleotid, deməli, karbohidrat, birinci zəncirin karbohidratı, digər nukleotidlər arası əmələ gətirdiyi rabitələr bir buradadır. Deməli, bir burada əmələ gətirir, bir burada əmələ gətirdi. Bayaq dedim. Axırdakılar isə 2 rabitə əmələ gətirir. Ümumiyyətlə, molekulda nukleotidlər arasında əmələ gələn hər bir nukleotid özü aşağıdakına birləşir. Baxın, birinci zəncir ən yuxarıdakı, bir dənə aşağıya birləşir, bir rabitə. Ortadakına baxaq. Bir özündən yuxarıya, bir aşağıya. Yenə bir özündən aşağıya, bir özündən yuxarıya. Amma başdakılarla axırdakılar cəmi bir dənə birləşmə əmələ gətirirlər. Onda toplamda molekulda 4 dənəsi, 4'ü cəmi bir rabitə əmələ gətirir. Buna kovalent rabitə deyirik. Bir zəncirdə, deməli, bir zəncir deyirsə, başındakı və axırındakı 2, molekul deyirsə, 2 dənə yuxarıda, 2 dənə aşağı, toplam bir dənə kovalent rabitə əmələ gətirir. Şəkildə də görürük. Bir dənə kovalent rabitə əmələ gəldi. Aha. Amma ortadakılar neçə rabitə əmələ gətirir hər biri? 2 dənə, bir özündən yuxarı, bir özündən aşağı əmələ gətiribdir. Onda bizə desələr 2 rabitə, kovalent rabitə əmələ gətirən nukleotiddən sayını tapın. Neyniyərəm onda? Ümumi nukleotiddən sayından 4 dənəsini, yəni bir rabitə əmələ gətirəndən sayını çıxmaqla tapa bilərəm. Yaxşı, DNT-nin zəncirində və ümumi molekulda olan suyun miqdarını necə taparam?
DNT molekulunda bilirik ki, en qədər nukleotit varsa, ondan ikisini çıxanda ikiləşmə zamanı hər bir zəncirindən 1 mol su ayrılır. İkisindən 2 mol su ayrılır. DNT molekulunun miqdarı verilirsə, zəncirdə ayrılan suyun miqdarını tapın deyirsə, ondan nukleotidi yarıya bölüb birini çıxaram, suyun miqdarını taparam. DNT-də bəs desələr, ümumi molekulda fosfatla karbohidratlar arasında olan rabitələr cəmi neçə olar? Molekulda olan bunların miqdarını tapın desə. Onda ümumi hidrogen rabitəsini, kovalent rabitələri sayı n-2 üstünə gələrəm və taparam. Onda nə edərəm? N-in üstünə gələrəm, n çıxaq 2-ni. O da neçə eləyəcək? 2n minus 2. Bir dəqiqə burada ola bilər. Səhvə yol verdim. Bir dəqiqə. Burada səhvə yol vermişəm. Bu hidrogen yazmırıq. Burada deməli, ümumi rabitə soruşsa, ümumi rabitələrin miqdarı soruşsa, en qədər nukleotidimiz var. Üstünə də gələrik. En qədər nukleotidlər arasında çünki hər biri bir-biri ilə rabitə ilə birləşir. N-2 axırdan 2 dənəsini çıxırıq. Cəmi 2n-2 qədər ümumi karbohidrat və fosfat arasında rabitə olacaq. Həm qarşı zəncirdə, həm də nukleotidlər arasında olan rabitəni bax bu düsturla tapırıq. Bu qədər. Deməli, növbəti bir dənə məsələmiz var. Tez ona da baxaq vaxt olmadan. DNT molekulunda 2 dənə nukleotid, 2000 nukleotid veribdir. Bu molekulun tərkibində neçə nukleotid arası kovalent rabitə olacaq? Nukleotidlər arası rabitəni tapanda n-2 düsturundan istifadə edirik. Molekulda nukleotidlər arası n-2-dir. Ümumi soruşsaydı 2000-in üstünə də bu n-2-ni də gələcəkdik. Növbəti. Deməli, 2000-dən çıxanda deyilir 1198. Səhv eləmirəmsə 1998. 2400 nukleotid var. Bir zəncirində nukleotidlər arasında kovalent rabitənin sayını tapın. Deməli, bir zəncirini soruşursa, onda 2400-ü yarıya böləcəm. Deməli, bir zəncirdə neçə nukleotid edir? 1200. Çıxacam kovalent rabitələrin sayını. 2 dənə axırı çıxacam. Yenə 9, 8, 1. Belə. Bu qədər ümid edirəm. Bu sizin üçün faydalı olar və məsələləri eləməyinizə kömək edir. Əgər haradasa səhvə yol verdimsə, rəy bölməsinə qeyd edə bilərsiniz. Sağ olun.